بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واhlul uqdatan min lisani yefqahu qawli. Allah Azze ve Celle'nin izniyle İbn Recep el-Hənbəli rahimahullahın təfsirini oxumağa davam edirik və Ramazan ayı ilə bağlı və bəzi səbəblərlə bağlı bir xeyli ara verdik. Bugündən Allahın izni ilə davam edəcəyik və sonuncu olaraq Bəqərə surəsi 198-ci, 199-cu ayələri zikr edəcəyik. Allah Azze ve Celle buyuruyor ki ثُمَّ أَفِيدُوا مِنْ حَيْثُ أَفَادَ النَّاسُ وَاسْتَغْفِرُوا اللّٰهَ اِنَّ اللّٰهَ غَفُورٌ رَحِيمٌ. Sonra insanların akışıp geldiği yerden siz de gelin, Allah'tan bağışlanma dileyin. Şüphesiz ki Allah çok bağışlayandır, gafurdur, rahimdir. Allah Azze ve Celle bu ayədə həc haqqında, həcdən bəhs edir. Hansı ki yuxarıdakı ayələrdə buyurur ki həc vaxtı Rəbbinizdən lütf diləmək, ticaret etmek size günah değildir. Ərafatdan akışıp geldikdə Məş'ərul Haramda Allah'ı zikredin. Sizi doğru yola yönelttiğine göre onu yad edin, onu zikredin, onu hatırlayın. Sözsüz ki bundan evvel siz azmışlardan idiniz. Sonra ise bu ayəni nazil etdi ki, sonra insanların akışıp geldiği yerden siz de gelin, Allah'tan bağışlanma dileyin. Şüphesiz ki Allah çok bağışlayandır, rəhimlidir, gafurur rahim. İstiğfar bağışlanma dilemektir. Ki Allah Azze ve Celle buyurdu ki وَاسْتَغْفِرُ Allah'tan bağışlanma dileyin. İstiğfar nedir? Bağışlanma dilemek. Bağışlanma ise günahların örtülmesi ile beraber onun zərərlərindən korunmaktır. Bağışlanma nedir? Günahların örtülmesi ile beraber onun zərərlərindən korunmaktır. İstiğfar Kur'an-ı Kerim'de birçok yerde zikr olunmuştur. Bazen Allah Azze ve Celle kullarına bunu emretmiştir. İstiğfarı emretmiştir. Mesela Allah Azze ve Celle Hud suresi 3. ayda buyuruyor ki وَاَنْ اِسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُ اِلَيْهِ Rabbinizden bağışlanma dileyin, sonra ise ona tövbe edin. Veyahut Allah Azze ve Celle Zariyat suresi 18. ayda buyuruyor ki وَبِالْأَسْهَارِ هُمْ يَسْتَغْفِرُونَ Sübh çağı ise bağışlanma dileyerler. Allah Azze ve Celle bu ayada istiğfar əhlini tərifləyir. Sübh çağı ise bağışlanma dileyerler. Həmin kəsləri sübh çağı bağışlanma diləyən kəsləri Allah Azze ve Celle tərifləyir. Bəzi ayələrdə Allah Azze ve Celle istiğfar edən, bağışlanma diləyən kəsləri haqqında buyurur ki Es-sabirin ve's-sadiqin ve'l-qanitin ve'l-munfiqin ve'l-mustaghfirin bil-ashar Onlar səbr edən, dürüst olan, müti olan, malından Allah yolunda xərcləyən və sübh çağına yaxın Allah'tan bağışlanma diləyən kəslərdir. Burada da Allah Azze ve Celle sübh çağı Rəbbindən bağışlanma diləyən kəsləri tərifləyir. Yəni Allah Azze ve Celle istiğfar edən kəsləri bağışladığını bəyan edir. Nisa suresi 110. ayədə istiğfar edən kəsləri bağışladığını bəyan edərək buyurur ki وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّٰهَ يَجِدَ اللّٰهَ غَفُورًا رَحِيمًا Kim pis bir iş görer veya özüne zulmeder, sonra da Allah'tan bağışlanma dileyerse, Allah'ın bağışlayan, rəhimli olduğunu görer. Bu ayədə də Allah Azze ve Celle bağışlanma dileyen kullarını bağışladığını beyan edir. Yani istiğfar çok vaxt tövbə ilə birlikte zikredilir. Bu halda istiğfar dille Allah'tan bağışlanma tələb etmək, tövbə isə qəlb və bədən üzvləri ilə günahlardan uzaqlaşmaqdır. İstiğfar nedir? Dil ile Allah Azze ve Celle'den bağışlanma tələb etmək, tövbə isə qəlb və bədən üzvləri ilə günahlardan uzaqlaşmaqdır. Bir kəsin sadəcə Allah'ım məni bağışla deməsi Allah'tan məğfirət tələbi və dua mənasındadır. Bir kəs Allah Azze ve Celle deyirsə ki, ya Rabbi məni bağışla, bu duadır. Bunun hökmü də digər duaların hökmü kimidir. Xüsusilə bu dua işlənmiş günah səbəbilə peşman olan bir qəlbdən çıxarsa və ya sübh vaxtı namazdan sonra duaların qəbul olunduğu vaxtlarda edilərsə,
Allah istəsə o duanı qəbul edər və sahibini bağışlayar. Buna diqqət edin qardaşlar. Əgər qul peşman bir qəlblə Rəbbindən bağışlanma diləyərsə, xüsusilə etdiyi hər hansı bir günahı xatırlayaraq, sırf o günahı nəzərə alaraq Rəbbindən bağışlanma diləyərsə və bu bağışlanmanı, bu duaların qəbul olunduğu bir vaxtda, sübh namazından sonra edərsə, Allah Azze və Cəllə istəsə o günahı bağışlayar, həmin kəsin duasını qəbul edər. Loğman əleyhissalam oğluna nəsihət edərək buyurur ki, oğlum, dilini Allahım məni bağışla deməyə alışdır. Çünki Allahın istəyəni rədd etmədiyi vaxtlar vardır. Həsən el-Basri rahimehullah buyurur ki, harada olursanız olun, evlərinizdə, süfrələrinizdə, yollarınızda, bazarlarınızda və məclislərinizdə istiğfarı çoxaldın. Çünki siz məğfirətin nə vaxt enəcəyini bilməzsiniz. Yəni Allah Azze və Cəllənin bütün günahları bağışlayan və bütün duaları qəbul edən bir vaxtı vardır. Siz istiğfarı çoxaldın ki, həmin vaxtda üst-üstə düşsün və günahlarınız bağışlansın. Muğis bin Sümeyyə rahimehullah buyurur ki, xəbis qəlbli bir adam bir gün Allahım məni bağışlamağını istəyirəm, Allahım məni bağışlamağını istəyirəm, Allahım məni bağışlamağını istəyirəm deyərək öldü və günahları bağışlandı. Əbu Hüreyra radiyallahu anh buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Bir qul günah işlədi və ey Rəbbim, mən günah işlədim, məni bağışla dedi. Allah Azze və Cəllə belə dedi. Qulun günahları bağışlayan və hesaba çəkən bir Rəbbi olduğunu bildi. Qulumu bağışladım. Üstündən Allahın istədiyi qədər müddət keçdikdən sonra həmən qul başqa günah işlədi və belə dedi. Ey Rəbbim, mən günah işlədim, məni bağışla. Allah Azze və Cəllə buyurdu ki, qulum günahları bağışlayan bir Rəbbi olduğunu bildi, onu bağışladım, istədiyini etsin. Bu hədisi İmam Buxari və Müslim rəvayət etmişdir. Yəni bu hal üzərə olduğu müddətcə hər günah işlədikdə Allah onu bağışlayır. Əsas olan odur ki, istiğfarla birlikdə günahlarda israr etməyəsən. Yəni günahlarda israr etməmək şərti ilə istiğfar edərsənsə, nə qədər günah etsən belə Allah Azze və Cəllə səni bağışlayacaq. Əbu Bəkir Əs-Siddiq radiyallahu anhu buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. İstiğfar edən kəs gündə 70 dəfə günaha təkrar qayıtsa belə, günahda israr edən hesab olunmaz. İstiğfar edən kəs gündə 70 dəfə günaha qayıtsa belə, təkrar günaha qayıtsa belə, günahda israr edən hesab olunmaz. Bu hədisi İmam Əbu Davud Tirmizi rəvayət etmişdir. Günaha davam edib, qəlbin israrı ilə birlikdə dillə istiğfar etməyə gəldikdə isə bu sadəcə bir duadır. Yəni qul günahlara davam edir, amma dili ilə Allahdan bağışlanma diləyir. Bu sadəcə bir duadır. Allah istəsə onu qəbul edər, istəsə rədd edər. Günahlarda israr bəzən duaların qəbul olunmasına mane ola bilər. İnsan günahlarda israr edir, o israrı onun dualarının rədd olunmasına səbəbdir. Dahhak rahimehullah buyurur ki, 2 nəfərin duası qəbul edilməz. Buna diqqət edin qardaşlar. 2 nəfərin duası qəbul edilməz. Birinci, bir qadınla zina etməyə davam edən kəs, şəhvətini ödədikdən sonra, ey Rəbbim, filan qadınla etdiyim günahımı bağışla deyər. Allah Azze və Cəllə ona belə buyurar. O qadından uzaqlaş ki, səni bağışlayım. Sən onunla günah işləməyə davam etdiyin müddətcə səni bağışlamaram. Yəni bu kəs günahda israr edən kəsdir. Əgər o qəlbi ilə peşman olsaydı, mütləq o qadından uzaqlaşardı, o əməlindən uzaqlaşardı, sonra bağışlanma diləyərdi. Və Dahhak rahimehullah deyir ki, o kəsin duasını Allah qəbul etməz. İkinci kəs, ailəsini qoruduğu bir adamın malına baxar və ey Rəbbim, filan kəsin mallarından yediklərimi bağışla deyər. Bir kəsin ailəsini qoruyan bir kəsin malına baxar və həmin maldan yeyər və deyər ki, ey Rəbbim, filan kəsin mallarından yediklərimi bağışla. Allah Azze və Cəllə buyurar ki, onların mallarını geri qaytar, səni bağışlayım. Əgər qaytarmasan, səni bağışlamaram. Yəni bu qul haqqıdır artıq. Bir kəs
başqasının malını yeyir, onu qaytarmadığı halda, onu qaytarmağa imkanı olduğu halda, gücü olduğu halda onu qaytarmır, sonra da Rəbbindən bağışlanma diləyir, Allah Azze ve Celle bu qulunu bağışlamaz. Ne için? Çünkü qul haqqı var. Qul haqqı əsla ödənmədən bağışlanmaz. İstiğfarın en fəzilətlisi günah etməkdə ısrarı tərk edərək edilən istiğfardır. Bir kəs günahı tərk etdikdən sonra istiğfar edərsə, bu en fəzilətli olan istiğfardır. Bu halda istiğfar nəsuh bir tövbə olar. Yəni, bir kəs həm qəlbi ilə peşman olur, həm o əməli etməyəcəyinə əzm edir, bu əmələ heç vaxt qayıtmır, tamamilə həmin əməli, həmin günahı tərk edir, o günahdan uzaqlaşır. İstiğfar edirsə, bu artıq nəsuh bir tövbədir, bu Allah Azze ve Celle'nin qəbul edəcəyi bir bağışlanmadır. Bu istiğfarın haqqındadır. Sonra Allah Azze ve Celle Bəqərə surəsi 203-cü ayədə buyurur ki: وَاذْكُرُوا اللّٰهَ فِي اَيَّامٍ مَعْدُودَةٍ فَمَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ وَمَنْ تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ لِمَنِ اتَّقَى وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ. Buyurur ki, sayı müəyyən olan günlərdə Allah'ı zikredin. Kim 2 gün ərzində ayinləri yerinə yetirib minadan tez çıxarsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz. Bu Allah'tan qorxanlara aiddir. Allah'tan qorxun və bilin ki, onun huzuruna toplanacaqsınız. İmam Buxari rahimahullah İbn Abbas radiyallahu anhudan etdiyi rivayətdə İbn Abbas radiyallahu anhu buyurur ki, ayədə keçən sayı müəyyən olan günlər fi əyyəmin mə'dudətin, sayı müəyyən olan günlərdə, həmin sayı müəyyən olan günlər nədir? Zilhiccənin ilk 10 günüdür. Allah Azze ve Celle buyurdu ki, sayı müəyyən olan günlərdə Allah'ı zikredin. İbn Abbas radiyallahu anhu həmin ayənin təfsirində buyurur ki, sayı müəyyən olan günlər Zilhiccənin ilk 10 günüdür. Yəni qarşıda gələcək artıq bu bir ay ərzində, bir ay qalıb təxmini Zilhiccə ayına. Əyyəmin mə'dudət isə təşrik günləridir. Əyyəmin mə'dudət təşrik günləridir. Yəni qurban kəsilən gün və ondan sonraki 2 gün. İbn Abbas bunu belə təfsir etmişdir. İbn Ömər və Əbu Hureyr radiyallahu anhümə isə Zilhiccənin ilk 10 günü bazara çıxar və uca səslə təkbir gətirərdilər. Onları eşidən insanlar da təkbir gətirərdilər. Muhammed bin Ali rahimahullah da nafilə namazlarından sonra təkbir gətirərdi. Hansı ki biz təşrik günlərində Allahu Akbar, Allahu Akbar, La ilahe illallah və Allahu Akbar, Allahu Akbar və lillahil hamd dediyimiz həmin o təkbirləri İbn Ömər və Əbu Hüreyrə Zilhiccənin ilk 10 günündə gətirməyə başlayardı. Yəni Zilhiccə ayı girən gündən artıq onlar həmin təkbiri gətirərdilər. Yəni bu günlərin hər biri haqqında alimlər arasında ixtilaf var. İbn Abbas'a görə bu günlər Zilhiccənin ilk 10 günüdür. İbn Ömər, Atə bin Əbi Rabah, Həsən Əl-Basri, Mücahid, İkrimə, Qatadədən radiyallahu anhum əcməin bu günlərin Zilhiccənin ilk 10 günü rəvayət edilmişdir. Onlar da deyir ki, bu günlər Əyyəmin Mə'dudə Zilhiccənin ilk 10 günüdür. Həmçinin bu İmam Əbu Hənifə, İmam Şafi, İmam Əhmədin də məşhur görüşüdür. Digər bir qrup alimlər isə ayədə keçən sayı müəyyən olan günlər haqqında qurban kəsilən gün və ondan sonra gələn 2 gün olduğunu demişdilər. İbn Ömər və sələfdən bəziləri bu görüşdədir ki, Əyyəmin Mə'dudə qurban kəsilən gün və ondan sonraki 2 gündür. Həmçinin Ali ibn Əbu Talib, İbn Abbas, İmam Nəxai, İmam Malik, İmam Əbu Yusuf, İmam Muhammed Əş-Şeybani, İmam Əhməd rahimahullahdan və başqa rəvayətə görə, İmam Əhməddən başqa bir rəvayətə görə onlar da bu görüşdədirlər. Əbu Musa Əl-Əşari rahimahullah Qurban Bayramı xütbəsində belə demişdir. Bu gün Həcc-ü Əkbər günüdür. Bu günlər Allahın Quranda zikr etdiyi bilinən 9 gündür və bu günlərdə dualar rədd edilməz. Yuxarıda adı keçən kəslər bu günlərdə Allahı zikr etməyin mənasını qurban kəsmək kimi açıqlayırlar. Hansı ki Allah Azze ve Celle Allah ayədə buyurdu ki, müəyyən olunmuş günlərdə, sayı müəyyən olunmuş günlərdə Allahı zikr edin. Həmin o zikr edin sözünü həmin kəslər yuxarıda adını çəkdiyimiz İbn Ömər,
Ali ibn Əbu Talib, İbn Abbas, İmam Naxai, İmam Malik, İmam Əbu Yusuf, İmam Muhammed Əş-Şeybani və İmam Əhmədin bir görüşə görə qurban kəsmək kimi təfsir etmişlər. Yəni burada əmr formasına gəldiyi üçün də bir çox alimlərə görə qurban kəsmək nədir? Vacibdir. Deyiblər ki, imkanı olan hər kəsə vacibdir. Çünki Allah Azze və Cəllə əmr siğası ilə dedi ki, sayı müəyyən olan günlərdə Allahı zikr edin. Cəfər Əl-Firyabi, Cəfər bin Əbi Ziyaddan belə dediyini rəvayət edir. Səid bin Cübeyr, Abdurrahman bin Əbi Leyla və Mücahid rahiməhullah Zilhiccənin ilk 10 günündə belə dediyini eşitdim. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah və Allahu Ekber, Allahu Ekber və lillahil hamd. Yəni bu adını çəkdiyimiz imamlar həmin o təkbirləri bizim təşrik günlərində gətirdiyimiz təkbirləri Zilhiccənin ilk 10 gününün hamısında edərdilər. Yəni bu təkbirlər Zilhiccənin ilk 10 günündə etmək olarmı, yoxsa təşrik günləri, qurban və ondan sonraki gündən etmək lazımdır? Bu ixtilaflı məsələdir. İmam Mərvəzi rahiməhullah Meymun bin Məhranda rəvayət edir ki, Zilhiccənin ilk 10 günündə təkbir gətirən insanlara yetişdim. Onların izdihamını dağlara oxşadardım. İndi isə insanlar təkbiri tərk etməklə səhvə yol verdilər. Bu İmam Əhmədin görüşüdür. O, təkbirin açıq səslə gətirilməli olduğunu demişdir. İmam Şafi rahiməhullah isə Qurban bayramı üçün hilal göründükdə təkbir gətirməli olduğunu demişdir. Hətta İmam Şafi hilalı görən, Zilhiccənin hilalını görən kəsin təkbir gətirməyə başlamalı olduğunu demişdir. Bu günlərin qurban kəsmək günləri olduğu görüşündə olan alimlər isə Zilhiccənin 10 günü təkbir gətirməyi müstəhəb görməyiblər. Yəni, bəzi alimlər isə deyiblər ki, burada təkbir Zilhiccənin 10 günündə yox, təşrik günlərində gətirilməlidir. Zilhiccənin 10 gününün hamısında təkbir gətirmək müstəhəb deyil. Bu görüş İmam Əbu Hanifə, İmam Malikdən nəql edilmişdir. Hədisi eşitmədikləri üçün sərt davranaraq Zilhiccənin 10 günü təkbir gətirməyi bidət görənlər də vardır. Şüəbə rahiməhullah buyurur ki, Hakim və Həmməddən Zilhiccənin ilk 10 günü təkbir gətirmək haqqında soruşdum. Hər ikisi bidətdir deyə cavab verdilər. Yəni Zilhiccənin ilk 10 günü təkbir gətirmək üzərində 3 görüş var. Böyük alimlərə görə daha çox, hətta sahabələrdən İbn Ömər, Əbu Hüreyrə, sonra gələn alimlərdən İmam Əhməd, Səid bin Cübeyr, Abdurrahman bin Əbi Leyla, Mücahid və s. bunlar Zilhiccənin ilk 10 günündə təkbir gətirməyi müstəhəb görüblər. Bəziləri ikinci görüşə görə İmam Əbu Hanifə və İmam Malikə görə müstəhəb olan təşrik günləridir. Zilhiccənin 10 günü yox, təşrik günləridir. Yəni Qurban bayramı və ondan sonraki 2 gün. Üçüncü bir görüşə görə isə Zilhiccənin 10 günü təkbir gətirmək nədir? Bidətdir. Doğru olan odur ki, İbn Rəcəb rahiməhullah buyurur ki, doğru olan odur ki, həm Zilhiccənin ilk 10 günündə həm də təşrik günləri olan Qurban bayramı və sonraki 2 gün təkbir gətirmək sünnətdir. Yəni, Zilhiccə ayı girdiyi gündən başlayaraq, təşrik günləri də onun içərisində daxil olmaqla, Qurban və ondan sonraki gündə təkbir gətirmək nədir? Sünnətdir. Bu, İbn Rəcəb Əl-Həmbəli rahiməhullahın görüşüdür. Allah Rəsulü sallallahu aleyhi və səlləm təşrik günləri haqqında buyurur ki, şübhəsiz bu günlər yemək, içmək və Allahı zikir günləridir. Bu hədisi İmam Müslim Əbu Davud rəvayət etmişdir. Təşrik günlərində, qardaşlar, Allah Əzzə və Cəlləni zikr etməyin bir neçə yolları vardır. Birinci, fərz namazlarının axırında təkbir gətirərək Allahı zikr etmək. Alimlərin əksəriyyətinə görə təşrik günlərinin sonuna qədər bu əmr olunmuşdur. Bu haqda Ömər, Ali və İbn Abbas radiyallahu anhumdan rəvayətlər nəql olunmuşdur ki, fərz namazlarının sonlarında, təşrik günləri, hər fərz namazının sonlarında təkbir gətirmək nədir? Əmr olunmuşdur. Bu birinci. İkinci, qurban kəsmə əsnasında bəsmələ gətirmək, təkbir gətirərək Allaha zikr etmək. Yəni, Bismillah, Allahu Ekber demək, bunu qəsd etmiş ikinci bir görüş. Qurbanları kəsmə müddəti bir qrup alimə görə təşrik günlərinin sonuna qədərdir. Bu, İmam Şafi və İmam Əhmədin görüşüdür. Sahabənin çoxu qurban kəsilən günün Qurban bayramı və arxasınca gələn 2 gün olduğu görüşündədirlər.
Sahabələrin çoxusu deyirlər ki, qurban 3 gün ərzində kəsilə bilər. Qurban bayramı və ondan sonra gələn 2 gün və bu 3 gün qurban bayramı sayılır. Yəni hətta bir qrupa görə bu 3 gün ərzində oruç tutmaq nədir? Haramdır. Bir qrupa görə qurban bayramı günü cəmi bir gündür. Həmin gün oruç tutulmur. Amma digər bir qrupa görə, hətta sahabələrin də içində olduğu bir qrupa görə həmin 3 gün ərzində oruç tutmaq nədir? Haramdır. Çünki 3 gün bayram günüdür. Üçüncü, təşrik günlərində şeytan daşlama əsnasında təkbir gətirmək. Bu da həc ibadətində olan kəslərə xasdır. Dördüncü, hər şəkildə Allaha zikr etmək. Xüsusilə təşrik günlərində zikri çoxaltmaq. Yəni, xüsusi bir vaxt yox. Fərz namazlarından sonra yox, qurban kəsən əsnada yox, daima, xüsusi bir zamanda yox, daima Allah Əzə və Cəlləni çoxlu zikr etmək, çoxlu təkbir gətirmək. Bu da Ömər radiyallahu anhu Minada çadırında olarkən uca səslə təkbir gətirərdi. Bunu eşidən cəmaat da uca səslə təkbir gətirərdi və beləliklə Mina təkbirlərlə sarsılardı. Bu hədisi də İmam Buxari rahimehullah rivayet etmişdir. İnşallah bununla kifayətlənək qardaşlar. Bununla Allah Əzə və Cəllə davam edərsə, icazə verərsə, izin verərsə davam edərik. Subhaneke Allahum və bihamdik, əşhədu en la ilahe illa ent, estağfiruka və etûbu ileyk.